Rauf Afşarın atası Azərbaycanın xalq artisti Muxtar Afşarov məşhur teatr və kino aktyoru idi. Yəqin elə buna görə də Raufun teatra marağı uşaqlıqdan yaranmışdı. Amma işin maraqlı tərəfi budur ki, atası onun aktyor olmasını istəmirdi. Ola bilər ki, teatr həyatının çətinliklərini bilirdi, ya da sadəcə oğlunun başqa sahədə uğur qazanacağını düşünürdü. Ancaq sənət sevgisi elə bir şeydi ki, qarşısını almaq mümkün deyildi. Rauf Afşar da aktyor olmadı, amma özünə məxsus bir yol tapdı. O, kukla teatrına yönəldi. Rauf Afşar orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil oldu və 1978-ci ildə oranı müəllim kimi başa vurdu. Rauf bəy iş həyatına Sumqayıtda rəsm xətt müəllimi kimi başladı. Hər şey qaydasında gedirdi. Amma içindəki teatr sevgisi onu tək qoymurdu. Nəticədə 1981-ci ildə Estoniyaya köçdü və orada müəllimlik etməyə davam etdi. Ancaq bu sadəcə bir başlanğıc idi. Rauf bəy 1992-ci ildə Tallinn şəhərindəki kukla teatrı rejissorluğu üzrə kurs bitirdi və nəhayət 1996-cı ildə Rauf Afşar kukla teatrını, öz teatrını yaratdı. Bu Avropada fəaliyyət göstərən Azərbaycan teatrıdır. O vaxtdan bu günə qədər bu teatr təkcə Estoniyada deyil, Latviyada, Norveçdə, İsveçdə və hətta Azərbaycanda da tamaşalar göstərib. Orada səhnələşdirilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ olunur. Bu mənada hər il Novruz bayramı ərəfəsində tamaşaya qoyulan əsərləri qeyd etmək olar. Novruz elementlərini özündə əks etdirən əsərlərin səhnələşdirilməsi Eston uşaqları tərəfindən də maraqla qarşılanır.